Mənə görə diplom lazımdır. Diplom daha önəmlidir. İş var ki, çəkməçi, suvaqçı, ev təmirində işləyir və yaxud hardasa işləyir. Onlara əlbəttə bacarıq lazımdır. Amma elə işlər də var ki, orada diplom mütləqdir. Məncə ən birinci insana diplom lazımdır. O əlbəttə ki, yəni öz yerində. Amma insan ürəklə də olar, ağılla da olar. Məncə bacarığı mən üstünlük bilirəm. Bir də alın, yazı, şans lazımdır. Təkcə diplom kifayət etmir, ikisi də lazımdır. Yəni ikisi əgər diplom varsa, bacarıq yoxdursa, heç bir işə yaramaq olmaz. Eyni zamanda əks şəkildə də məncə elə düşünürəm. Mənim fikirlərim belədir. Siz necə fikirləşirsiniz? Mən də eynisini düşünürəm. Çünki sadəcə diplom yetərli olmur. Sən ora getdin, sən bacarığın yoxdursa, sən orada işləyə bilməzsən. Bacarıq da lazımdır ki, hər ikisi də eyni qaydada lazımdır yəni. Məncə ikisi də lazımdır. Çünki diplom olanda, yəni ən azından bilinir ki, bu nəzəriyyə haqqında, bu elm haqqında məlumatı var. Bacarıq da ki, o məlumatları daha da yaxşı, belə deyim də, istifadə eləmək üçün bacarıq lazımdır ki, belə deyim də, yəni bacarığı olmasa, diplomu ha olsun, yəni o qədər də yaxşı belə nəticə göstərmir də. Diplom heç kifayət eləmir. Yəni diplomda sadəcə necə deyim, kitabda oxuduğunu öyrənirsən. Amma təbii ki, gördüyün iş heç bir işdə sadəcə oxuduğundan kifayətlənir. Təcrübə əsasdır. İşi necə görmək lazımdır. Məsələn, örnək verim maliyyə. Oxumusan, hesabı bilirsən, düsturları bilirsən, amma bunu necə tətbiq eləmək lazımdır? Hansı proqramda necə işləmək lazımdır? Bunların hamısı təcrübəyə dayalı şeylərdir. Ona görə oxuduğum müddətcə davam həmçinin təcrübədə lazımdır. Yəni təcrübəyə getmək, hər hansı bir işlərdə işləmək, bunu Türkiyədə deneyimləmək yəni lazımdır. Yəni sadəcə diplomdan istəyir qırmızı diplom al, xeyri yoxdur, yəni alınmayacaq. Yəni işləmək çətin olacaq. Bacarıq əvvəl lazımdır. Hər şeydən öndə bacarıq gəlir. Diplom da əlbəttə ki lazımdır. Diplom üzümüzə qapıları açan bir vasitədir. Yəni diplomsuz qabağa getmək olmaz. Amma bacarıq da olmadan diplom bir şey yaramaz. Hər ikisi birlikdə çox möhtəşəm bir şeydir. Bacarıq əlbəttə. Amma diplom da önəmlidir. Çünki bir işə gedəndə deyirlər ki, bacarığın var, tamam. Amma yəni diplomun da önəmlidir. Çünki belə fikirləşirlər ki, əgər sən universitet qurtarmamısansa, deməli sənin bacarığın yoxdur, sənin ali savadın yoxdur. Avtomatik olaraq bu da artıq diploma bağlı olan bir şeydir, yəni. Diplom lazımdır, mütləq lazımdır. Amma iş bacarığı ondan da üstün lazımdır. İnsana mütləq bacarıq lazımdır, qabiliyyət lazımdır. Qabiliyyətin olmasa, nə qədər diplom da olsa, heç bir şeydə sən qabağa gedə bilməzsən oğlum. Mütləq insanda bacarıq olmalıdır. Əl qabiliyyəti, usta da olsa bacarığı olmalıdır. İnstitut qutarsa da o işi üzrə onun bacarığı olmalıdır. Mütləq bacarıq lazımdır. İnsanda qabiliyyət olmalıdır. Bir şey istəsən əgər öyrənmək, bir şeyin arxasınca getmək istəsən, bir şeyə nə bilim can atmaq istəsən, o xəyallarına çatmaq istəsən, o arzularla yaşasan, onu hər şeyi insan özü əldə edə bilər. Mənə elə gəlir ki, diplomla bacarıq bir yerdə vəhdət təşkil eləyir. Diplom olmalıdır ki, bacarıq da olsun, ona uyğun olaraq təhsilin də olsun.